Salam olsun ağama. Salam olsun yorğun müsafirə. Allaha şükür olsun ki, məni sənin dəstənə qoşub mübarək camalını görməklə gözlərimi nurlandırdı. Mən necə də xoşbəxtəm. Mən də səni görmək arzusundaydım, əziz Üveys. Üveys? Üveys Ülgərəni? Nə dediyini eşittin Malik? O Üveys'ti. Allah'ım, bu ki Üveysül Garani'dir. Üveysül Garani. Mən bu anı görməyimi Allah'tan çox istəmişdim. Sən uzun, həm də ağır bir yol gəlmisən Üveys. Bir qədər gözləyəcəyik ki, dincəlib güc yığasan. Mənim gücüm sənnəndir ağam. Allah'tan yalnız səni görəndən sonra canımı almasını istəmişdim. Bu halda hansı yorğunluq məni əldən sala bilər ki, ey mənim ağam? Mənim də sənə bir müjdəm var Üveys. O səni görməyimdən də önəmlidir. Bəli Üveys. Allah'ım, mən nə eşidirəm? Sən mənim dəstəmdə, getdiyimiz bu yolda şəhadətə qovuşacaqsan. Peyğəmbərləri onlara Qədir Xumda buyurdu. Peyğəmbərə də nə qədər düşmən çıxdı. O dedi, qalx ya Ali. Məndən sonra sən ümmətimin imamı və rəhbərisən. Mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır. Hamınız ona ürəkdən və səmimi beyyət edin. Heç yerdə su yoxdur. Biz hamımız suzuq. Sən suyu hardan gətirirsən? Benim Ferad yaxınlığında bir dostum var. Ayda bircə dəfə yeməyi və suyu o özü mənim üçün gətirir. Su içmək istəyirsinizsə, Ferada getməkdən başqa yolunuz yoxdur.
dayanın, getməyin. Xahiş edirəm. Xahiş edirəm, getməyin, dayanın. Qulaq asın, yalvarıram sizə. Sizə sözüm var, dayanın. Hara gedirsiniz, dayanın. Gözləyin, gözləyin, dayanın. Ey gözəl insan, mənə də görüm sizin bu başçınız kimdir? O peyğəmbərdir, yoxsa peyğəmbərin canişini? Peyğəmbərin canişini. Adı nədir? Əli. Ali? İlyas? İlya? Əli. İbrit dilində İlya. Hara gedirsiniz? Döyüşə. Döyüşə kiminlə? Şam ordusu ilə. Şamın hakimi kimdir? Müaviyə. Muaviye? Sen peygamberin canişinisən? Bəli, ey Məsihi, mən sonuncu peyğəmbərin canişiniyəm. Öyleyse qulaq as. Dədə babalarımız uzun illərdən bəri bu qalada bu günü gözləyiblər ki, sənin kimi bir kişi gəlib bu bulağın üstünü açsın. Sələflərim hamısı bu quyunu görmədən ölüb getdilər. Bu lövhəyə bir bax. Burada Məsihin həvarilərindən biri qeyd eləyib ki, burada cənnət bulaqlarından biri yerləşir. Bu bulağın yerini sonuncu peyğəmbər ya da onun haqq canişinindən başqa heç kim tapa bilməz. Sizlərdən hər kəs bu bulağı tapanla rastlaşsa, tərəddüd eləmədən ona iman gətirib dəstəsinə qoşulsun. Mən sənin simanda parlaq bir nur görürəm. Lövhəni göstər mənə. Allaha həmd sana olsun ki, İbn Əbu Talib onun yanındadır. Qoy müsəlman olum. Müsəlmanlıq dildə deyil, əməldədir. Biz döyüşə gedirik. Mən də sizə qoşuluram. Mən də sizinləyəm. Mən də sizinləyəm. Sizə qoşuluram. Səni İslamla salamlayıram. Sənə başqa bir müjdə də verim. Buyur gözlərimin nuru, buyur. Sən Siffeyində dəstəmin ilk şəhid olacaqsan. Nə xoşdur bu, nə gözəl. Bu nə xoş xəbərdir. Sənin cənazənə özüm namaz qılacağam. Səni bu əllərimlə qəbrə qoyub deyəcəyəm ki, bu kişi həqiqətən biz əhl-i beytdən idi. Bu nə böyük saadətdir. Bu necə böyük xoşbəxtlikdir. Film 2008-ci ildə dublyaj olunmuşdur. Ərəb dilindən tərcümə edən Mais Ağaverdiyev. Redaktorlar Kamran Nəcəfov və Mehrab Xəlilov. Məsləhətçilər Yusif Bağırov və Ceyhun Cəfərov. Dublyajın rejissorları Vüqar Camalzadə, Mahir İbrahimov. Səs rejissoru Eldar Maisoğlu.